sonra gəlir tək isim. Yaxındakı tək əşyanı bildirir. Tərcüməsi bu deməkdir. Nümunə olaraq deyirik ki, this book, bu kitab. Give me this book. Düz yaxındadır, əlin altındadır. Give me this book. This'dən sonra tək isim. İndi uzun tələffüz edirəm. This. Sonra gəlir cəm isim. Bəli. Yaxındadır bunlar. Yaxındadır və cəm çoxlu kitabları mənə bildirir. These books. Give me these books. Çoxlu olan kitablardan bəhs edirik. Bunların this və this hər ikisi yaxını bildirir. Əlimin altında olan işarələri bildiririk. İndi uzağa keçirik. Dətdən sonra necə isim gəlir? Tək. Afərin. Tək isim gəlir. Tərcüməsi o. Deyirəm ki, that book. Və ya that tree. Uzaqda ağacı göstərirəm. Deyirəm, look at that tree. Uzaqdadır. O ağaca bax. İndi those. Bəli, cəm isim. Afərin. Tərcüməsində gedir. Onlar. Those'dan sonra gəlir cəm isim. Deyirəm, look at those trees. Deməli, bu isə uzağı bildirir. İşarə vəziflərinin düsturu bunlardır. These, that, those. Əgər yadınızdan çıxsa, belə qısa variantlı yadda saxlaya bilərsiniz ki, 4 hərflilərdən sonra tək isim gəlir, 5 hərflilərdən sonra cəm isim gəlir.